İstər diş çəkimi üçün olsun, istər digər çəkimlər üçün olsun, hər bir şey steril olmalıdır. Məsələn, bunlar bu diş çəkən alətlərdir, elevator dediyimiz. Məsələn, bu görürsüz paketdədir. Məsələn, bunlar da indikatorlardır. Avtoklav düzgün işləməyəndə bu indikatorlar bu rəngləri almır. Hamısında indikatorlar rənglərini dəyişmişdir. O deməkdir ki, avtoklav test rejimindən də keçir. Yəni, hər paketin lentasında olur. Bunlar, məsələn, dişi çəkəndən sonra yerini qaşımaq üçündür. Falan ekskavator kürət deyirik. Hamısı avtoklav paketindədir. Bunlar bintlər, burada pambıq işlədə bilmərik. Diş çəkimdə bilirsiniz, pambığın lifləri yarada qalır, infeksiyalar verir. Məsələn, steril bintlər. Hamısı və burada olsun, görürük ki, ağız retraktorları dediyimiz xüsusi bu retraktorlar ki, onlar da hətta steril bintlər bax belə hər diş çəkimi üçün belə rahat bir formada gəlir ki, pasiyentlər üçün bu steril bir xidmət olunmuş olur. Şpris olsun, şprisi mən iynə vurdum. İynə vurmamışdan qabaq bunu da paketdən çıxardım. Bizim çoxlu sayda məsələn şprisimiz, alətlərimiz vardır ki, bunları pasiyentlər üçün sterillik naminə bunları eləyirik. Bu sadəcə elə bir diş çəkimi üçündür. Ümumiyyətlə əməliyyatxana da normal bir əməliyyatxanada sadə diş çəkimi olmağına baxmayaraq tam sterilliyə riayət olunur. Və belə halda steril bir şəraitdə açıldı, çıxarıldı. Yəni bu bundan sonra işləmlərə başlayacaq.